Sələflərin birindən soruşurlar ki, deyir ki, çoxlu zikr elə. Tabinlərdən biri də adını unutmuşam. Deyir, nə qədər zikr eləyim? Çox nə qədər deyirsən də, bax, nə qədər zikr etdim. Deyir, sənə məcnun deyənə kimi. Dəli. O, bax, adam da dayanır İbrahim orada, zikr edir. Dil tərpənir axı zikr edəndə görürsən sən. Bir qıraqdan bax, deyirsən, bu xəstədir, dəlidir, öz-özünə danışır. O nə vaxt olur? O bir dəfə, iki dəfədən olmur axı. Hər dəfə səndə bu olanda, deyirəm, bu deyəsən dəlidir bu. Qıraqdakına elə təəssürat oyadır. Bu da demək istəyir ki, sənə dəli deyənə qədər zikr elə. Zikr sənin, İbrahim, dilindən düşməməlidir. Allaha ən sevimli olan sözdür. Yəni, sən Allahı zikr edirsən, başqasını zikr etmirsən. Sən zikr edəndə Allahı uca tutursan, səna edirsən, tərif edirsən, onun nöqsanlardan, eyibdən, qüsurdan uzaq olduğunu deyirsən. Subhanallah, velhamdülillah, la ilahe illallah, la havlə və la quvvətə illə billah. Bunlar hamısı zikirdir də. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Əhabbul kələm ilallah ərbə'a, Allaha ən sevimli olan söz, kəlmə dörddür. Subhanallah, elhamdülillah, la ilahe illallah, Allahu akbar. Allaha ən sevimli olan söz. Oturmuşsan, zikr edirsən. Sən bax sələflərin həyatına, vallahi yenə deyirəm, onlar dərk etmişdilər söhbəti, ona görə vurub qabağa keçmişdilər hamını. Allah Teala elə mükafat, elə savab, elə əcir qoyub ki, zikrin üzərinə. Biz sadəcə özümüzü məhrum edirik.